Space xəbərə baxırsınız. 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisine uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırılır. Prezident İlham Əliyevin yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-cı il yanvarın 1-ədək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən artırır. Bu artım pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Bəs pensiyaların indeksləşdirilərək artırılması kimlərə şamil ediləcək? Bu artım bütün pensiyaçılar, o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşlar olmaqla 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Əmək haqqı faizinin illik artım tempi adətən 2-ci ayın ilk 10 günlüyündə müəyyənləşir və buna görə də artım retrospektiv təyin edilir, retrospektiv tətbiq edilir. Bu deməkdir ki, yanvar ayında da nəzərdə tutulan artım fevral ayının pensiyaları ilə birgə verilir. Yəni fevral ayında həm yanvar ayının artımını pensionerlər alırlar, həm də fevral ayının pensiyasında artımı alırlar. Dövlət başçısının sərəncamı ilə sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-nə qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6% indeksləşdirilərək artırılır. Yəni hazırda işləyən şəxslərin pensiya kapitalına topladığı vəsaitin də indeksasiyası həyata keçirilir ki, bu da o deməkdir ki, işləyən şəxslərin pensiya kapitalı yanvardan etibarən 5,6% indeksləşdiriləcək. Bu da o məqsəd edilir ki, pensionerlərin gələcəkdə pensiyaya çıxan indiki işləyən şəxslər pensiyası həmin dövrün o alım gücünə uyğun hesaplansın və illərlə müşahidə olunan inflyasiya həmin şəxslərin pensiya kapitalının real alım gücünün aşağı salmasın. Ona görə də pensiya kapitalına toplanan pensiya fərdi uçot səhifələrində baxa bildiyimiz bu rəqəm bu ildən 5,6% artırılmış olacaq və bu deməkdir ki, gələcəkdə pensiyaya çıxanda nominal pensiyamız daha yüksək olacaq. Hər ilin əvvəlində tətbiq edilən bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin pensiya kapitallarını yalnız onların əmək haqlarından sosial sığorta ayırmaları hesabına deyil, dövlət tərəfindən də hər il indeksləşdirilərək artırıldığını göstərir.